Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Allah Azze və Cəllə'nin izi ilə qısa olaraq tövbədən, tövbənin mahiyyətindən, tövbə eləməyin müsəlmanın həyatına göstərdiyi mükəmməl və gözəl təsir barədə danışmaq istəyirəm. Baxın, əziz qardaşlarım, ilk olaraq biz bilməliyik ki, hər birimiz xəta edərik. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Kulli ibni Ədəmə xattaun və xayru xattainə ət-tavvabun. Adəm övladının hamısı xata edəndir, çoxca xata edəndir, lakin onların ən xeyirliləri isə tövbə edənlərdir. Yəni, əlhamdülillah, xəta mütləq olacaq. Bu bizim fitrətimizdə var, bu bizim sözlərimizdə var, bu bizim əməllərimizdə var və xətakar qullarıq biz. Xəta etməkdən qorxmaq yerinə bizlər nə etməliyik? Xətanın adiləşməsindən qorxaraq tövbəyə və Allaha yönəlməyə çalışmalıyıq. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə müjdəliyir o kəslər deyir, onların ən xeyirliləri kimlərdir? Tövbə edənlər, yəni xətalarını adiləşdirib onu davamlı edənlər yox. Hər birimiz xəta edərik, amma nə etməliyik? Xətamızın fərqinə varmalıyıq, xətamız barədə tövbə edərək Allah Azze və Cəlləyə yönəlməliyik. Buna görə Allah Azze və Cəllə Nur surəsi 31-ci ayədə buyurur ki, və tubu ilallahi cəmiən əyyuhəl müminun ləalləkum tuflihun. Ey möminlər, hamınız Allaha tövbə edin, bəlkə bu vasitə ilə nicat taparsınız, qurtularsınız. Yəni, Allah həmd olsun, Allah Azze və Cəllə bu ayətdə bütün möminləri tövbəyə dəvət edir. Və İbn Kəthir Rahiməhullah bu ayətin təfsirində çox gözəl bir izah verir. İf'alu mə əmirakum bihi min hədihi sıfatil cəmilət vəl əxlaqil cəlilə. Yəni, Allah Azze və Cəllə burada deyir ki, Allahın əmirlərini yerinə yetirin. Hansı ki, bu əmirlər insana nə qatır? Gözəl sifət və uca bir əxlaq qatır. وَاتْرُكُوا مَا كَانَ عَلَيْهِ أَهْلُ الْجَاهِلِيَّةِ مِنَ الْأَخْلَاقِ الرَّذِيلَةِ وَاتْرُكُوا مَا كَانَ عَلَيْهِ أَهْلُ الْجَاهِلِيَّةِ مِنَ الْأَخْلَاقِ وَالصِّفَاتِ الرَّذِيلَةِ. Və deyir, cahiliyyə əhlinin əməllərini tərk edin. Hansı ki, o əməllər nədir? Aşağı olan sifətdir. Rəzil bir vəsiflərdir onlar. فَإِنَّ الْفَلَاحَ كُلَّ الْفَلَاحِ fi fi'li mə əmərəllahu bihi və rasuluhu. Fəlah, qurtuluş ancaq Allah və Rasulunun əməllərini yerinə yetirməklə, Allah və Rasulunun əmrlərini yerinə yetirməkdəndir. Və tərki mə nəhəyə anhu və həmçinin də Allah Azze və Cəllənin qadağan etdiyi şeyləri də tərk etməklədir. Baxın, İbn Kəthir Rahiməhullah burada tövbə edilən halda insanın halını, vəsfini nəyə bənzədir? Uca əxlaq sahibinə. Tövbə etmədən xətalarına davam edən isə cahiliyyə əhlinin aşağı səviyyəli vəsfi üzərinə vəsf edir. Və ən böyük qurtuluş da Allahın əmirlərini yerinə yetirib qadağanlarından çəkinməkdir. Həmçinin Allah Azze və Cəllə buyurur ki, İnna Allaha yuhibbut tawwabin və yuhibbul mutatahhirin. Şübhəsiz ki, Allah Azze və Cəllə tövbə edənləri və təmizlənənləri sevir. Yəni, tövbə Allah Azze və Cəllənin sevdiyi, qulundan razı qaldığı çox gözəl bir əməldir. Və bu əmələ vaxt ayırmaq lazımdır. Yəni, insan öz əməlinin nöqsanlığı barədə düşünməlidir, təfəkkür etməlidir, nəfsini mühasibə, hesaba çəkməlidir. Nəfsini hesaba çəkəndən sonra özündəki xətaları müəyyən etməlidir. Xətaları müəyyən etdikdən sonra Allaha yönələrək tövbə etməlidir və həmin günaha qayıtmamaq üçün də cəhd göstərməlidir. Necə ki, Allah Azze və Cəllə buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nasuhə. Ey iman gətirənlər, Allaha nasuh bir şəkildə tövbə edin. Asə rabbukum ən yukəffirə ankum seyyiətikum və yudxilkum cənnətin təcri min təhtəl ənhər. Ümid edilər ki, bu səbəblə Allah Azze və Cəllə sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan cənnətlərinə daxil edər. Və Kəlbi Rahiməhullah burada nasuh tövbəni şərh edərkən buyurur ki, ən-nədəmu bil qalb. Bu nə deməkdir? Qəlbin peşmançılıq yaşamasıdır. Dilin istiğfar etməsidir. Və iqləu aniz-zənbi vəl-itminanu alə ənəhu la ya'zəq. Bir daha həmin günaha qayıtmamaqla qəlbin mütmain olması demək. Yəni, tövbə budur, qardaşlar. Dilin istiğfar eləyəcək, günaha peşman olacaqsan və bir daha həmin əmələ qayıtmayacaqsan. Allah Azze və Cəllə bizi bu şəkildə tövbə edən qullarından etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.